Salam hörmətli izləyicilər. Belə bir sual verilir ki, göstərilənlər aiddir. 2-ci Dövlət Dumasına deputat seçilmişdi. Şərqi Rus qəzetinin baş redaktoru idi. Bu Şaxtaxtinskiyə aiddir. Ona görə də bu da sualımızın cavabı Şaxtaxtinski 1903-cü ildə Şərqi Rus qəzetinin əsasını qoymuşdu. Həm də 2-ci Dövlət Dumasına deputat seçilmişdi. Ona görə də C variantı uyğun cavabdır. Növbəti sualda qeyd edilir ki, Qacarlar dövlətinin 1908-ci il Təbrizdə silahlı üsyanın başlanmasının səbəblərindəndir. Qacarlar dövlətinin İngiltərə və Rusiya ilə müqavilə bağlaması. Xeyr, bu Təbriz üsyanının səbəblərindən deyil, bu anlama getmir. Müqavilənin heç bir aidliyi yoxdur. Müzəffəddin Şahın konstitusiya imzalamadan imtina etməsi. Bu Məhəmməd Əli Şah imtina etmişdi. Müzəffərəddin Şah konstitusiyanı imzalamışdı. Ona görə də bu da yanlışdır. Məşrutə hərəkatının iştirakçılarının həbs olunmasıdır. Deməli 3 olar. Bir də məclisin Tehrandakı Azərbaycan nümayəndələrinin binasının dağıdılması. 3-dən 4 uyğun cavabımız B variantı olar. Diqqətiniz üçün təşəkkür edirik.